Salam, bugün sizə Dodge Grand Caravan'ın 2013-dəki əyləc problemindən danışmaq istəyirəm. Bu mənim başıma gəldi. İstəyirəm ki, bu problemləri sizə izah edeyim. Gələcəkdə belə bir çətinliklə üzləşdikdə tez bir zamanda həllini tapa bilərsiniz. Apardım, maşını göstərdim, diaqnostik elədilər. Demək, maşında nə baş verir? 40-50 km/saatdə maşını idarə edərkən əyləcə basdıqda ABS modulu işə düşür. Dığıltı, titrəmə hiss olunur. İlk öncə master silindiri dəyişdilər, amma heç bir dəyişiklik olmadı. Ondan sonra vakuum nasosundan şübhələndilər, onu dəyişdilər, bir effekt vermədi. Sonra başqa bir yerdə ABS hidravlik idarəetmə bloku və yaxud da ki ABS modulu dəyişdirildi. Yenə də heç bir effekt olmadı. Yəni belə də sürmək olmaz, çünki təhlükəlidir. Əyləcdə sərtləşmə baş verir. Düzdür, ekranda ABS-ə aid işarə çıxmır. Sadəcə olaraq çıxan işarə əl əyləciyinin işarəsidir, qırmızı işarədir. Belə bir vəziyyətdə qərara gəldim ki, özüm test edeyim. İlk növbədə bunun mənbəyini tapmaq lazım idi. Təbii ki, tapdım. Bu hissədə cırılma var, o yüzden hava buradan çölə çıxır və əyləc axıra kimi getmir. Maşını bu vəziyyətdə idarə etmək çox təhlükəlidir. Bu aiddir, brake power booster. Arxa hissəsi bura gəlib birləşir, əyləcə birləşir. Buradan biz onun bir də açacağıq. Bunu söktük. Bu köynə brake power booster. Fısıldı və buradan çıxırdı. Burada hardasa cırılıb, içərdə çat var. Bu da yenisi. Dəyişirik. Köynəsini artıq çıxartmışam. Taxaq. Ondan sonra maşını bir dənə yaxşıca test eləyəcəyik. Görək nə göstərir. Və bir də ABS-dəki problemləri üzə çıxardım. Çünki ABS-də problem ola bilər, amma ekrana çıxmır. Ola bilər ki, kompüter görmür. Çünki sistem maşın 2013-ün maşını olduğuna görə paslana bilər, sistem onu görmə bilər. Və mən nə etdim? Bir təkərləri, sensor kabelini çıxarıb konnektoru multimetrlə Ohmmer dəyərini ölçdüm bir-bir və bir də enerji dəyərini ölçdüm. Qabaq təkərlərdə heç problem yoxdur. Arxa təkərlərdə hansı ki heç vaxt şübhələnmədiyimiz arxa təkərlərdə problem ortaya çıxdı. Bu problem nə idi? Hər iki arxa təkərdə Ohmmer dəyəri yüksək idi, amma enerji dəyəri 0 dərəcə. Deməli, burada ABS-lərdə problem vardı. Yenə də diaqnostika etdiyim zaman bu problemi biz görmürdük. Ona görə bir hilə işlətdim. Yeni bir sensor kabelini onlara taxara yoxlamağa başladım və bu zaman artıq yeni kabellə sistem artıq aşkarladı harda problem var. Və arxa sol tərəfin tone rings deyirik, hub assembly. Orada problem ortaya çıxdı. Advanced scan edirik. Okay. Demək C002102 birinci göstərir, brake booster problemini göstərir. Ondan sonra göstərir C0037-2F. Bu da sol təkərin speed sensorunda problem olduğunu bildirir. Bu haçan ortaya çıxdı. Mən artıq indi o barədə danışacağım. Digər təkərə də baxdım. Orada da tone ring çox paslıdır, keyfiyyətsizdir və onu da sifariş verdim dəyişməyi. Onsa dedim bunu dəyişim, gələcəkdə onu da vaxtı keçdi, problem yarana bilər. Ekranda əl əyləcinin işarəsi varsa, ilk növbədə biz arxa təkərlərdən şübhələnməliyik. Bu çünki əyləc, əl əyləcində arxa təkərlərdə problem ola bilər. Yox, əgər əl əyləcində problem yoxdursa, burada artıq digər tone rings, hub assembly'dən şübhələnməyə dəyər. Mənim şübhələnməyim düzə çıxdı və problemin həllini sol təkərdə tapdım. Nəticə: Power brake boosteri dəyişəndən sonra maşın oldu qoz kimi. İndi səbəb
Deməli bu dığıltı, titrəmənin səbəbi bu Power Brake Booster'daki membran cırığından imiş. Amma ki buna görə biz sırf buna görə biz tone rings və hub assembly dəyişməyə dəyməzdi. Səbəbi tapmaq lazımdır. Və səbəbi mən tapdım. Əyləc işarəsinin də səbəbi o idi ki, arxa təkərlərdə hansındasa problem vardı və mən bunu bayaq videolarımda, bu videonun əvvəlində bildirdiyim kimi onlara aşkarladım. Yeni cable taktım, sensor cable'ı. Artıq sistem tanıdı ki, hansı təkərdə problem var. Çünki o çoxdandır pas atıb, sistem təyin edə bilmir ki, məlumat ötürə bilmirdi. Və artıq məlumat ötürdü ki, sol təkərdə problem var. Mən sol təkərin hub assembly'ni dəyişdim. Artıq o işarə getdi. Ondan sonra baxdım ki, sağda da pas atıb, gələcəkdə o da problem yarada bilər deyə onu da sifariş etdim, onu da dəyişdim. Amma ehtiyac yoxdur, sadəcə solu dəyişmək lazımdır. Yəni belə, maşın indi əla vəziyyətdədir. Həm əyləc sistemi, həm də arxa təkərlər artıq mənim ürəyimcədir. Sağ olun dostlar, özünüzdə müğayət olun. Çalışın, doğru, düzgün əyləclə maşını idarə edin, çünki təhlükə ola bilər. Öz həyatınızı sığortalayın. Sağ olun.